Salam. Bu gün hadisənin arxasında rubrikasında yaxın şərqdə baş verən və qlobal təhlükəsizlik sisteminə birbaşa təsir edən kritik prosesləri analiz edəcəyik. ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası nə deməkdir? Bu addım iqtisadi təzyiq vasitəsidir, yoxsa müharibəyə aparan yolun başlanğıcı? Qarşıdakı dəqiqələrdə bu suallara cavab axtaracağıq. Yaxın Şərqdə gərginlik yeni mərhələyə daxil olur. ABŞ Mərkəzi Komandanlığının rəhbəri Admiral Brett Cooper bildirib ki, İran limanlarının blokadası tam şəkildə həyata keçirilib. Onun sözlərinə görə ABŞ İranın dəniz ticarətini tamamilə dayandırmağa müvəffəq olub. Bu açıqlama regionda qüvvələr balansının ciddi şəkildə dəyişdiyini göstərir. Vaşinqtonun iddiasına görə İran limanlarına tətbiq olunan dəniz blokadası cəmi 36 saat ərzində ölkənin beynəlxalq ticarətini faktiki olaraq dayandırıb. Bu isə o deməkdir ki, iqtisadiyyatının böyük hissəsi dəniz daşımalarından asılı olan İran üçün bu addım sadəcə hərbi deyil, həm də iqtisadi mühasirə xarakteri daşıyır. Blokadanın tətbiq olunduğu əsas məkanlardan biri də strateji əhəmiyyətə malik Oman körfəzidir. Bu region həm Fars körfəzi ölkələrinin enerji ixracı, həm də qlobal neft bazarları üçün həyati arteriya hesab olunur. ABŞ-ın bu ərazidə nəzarəti gücləndirməsi təkcə İranı deyil, bütün regionu təsir altına alır. Məsələnin daha da kəskin tərəfi isə Donald Trump tərəfindən səsləndirilən ultimatumdur. İran gəmilərinin blokada zonasına yaxınlaşacağı təqdirdə məhv ediləcəyi ilə bağlı xəbərdarlıq vəziyyəti açıq hərbi toqquşma həddinə yaxınlaşdırır. Beləliklə, gördüyümüz kimi İran ətrafında yaranan vəziyyət təkcə iki ölkə arasındakı qarşıdurma deyil. Bu, qlobal enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və regional güc balansı məsələsidir. Eyni zamanda bu hadisə artıq lokal böhran deyil, o, qlobal güclərin açıq qarşıdurma mərhələsinə keçə biləcəyinin siqnalıdır. Hadisələrin inkişafı yaxın günlərdə daha da kəskinləşə bilər. Ona görə də hadisələrin arxasında qalmağa davam edin. Bizi izlədiyinizə görə təşəkkür edirik.